Nefti var, pulu var, nəhəng ərazisi var, amma sabitliyi yoxdur. Bir vaxtlar Müəmmar Qəddafinin idarə etdiyi Liviya bugün niyə bu vəziyyətdədir? Qəddafi devrildi, ölkəyə azadlıq gələcəyi deyildi. Bəs nəticədə nə baş verdi? Bugün Liviyanın küçələrinə girəcəyik, insanların necə yaşadığını görəcəyik və ən böyük sualın cavabını axtaracağıq. Qəddafidən sonra Liviyalıların həyatı həqiqətən yaxşılaşdımı? Elə ölkələr var ki, onları sevən də çoxdur, nifrət edən də. Belə ölkələr adətən müəyyən bir siyasi xətti seçərək uzun illər eyni ideologiyaya sadiq qalırlar. Bu müddət ərzində bir çox insan həmin ölkəni dəstəkləyir, digərləri isə zaman keçdikcə onlardan uzaqlaşır. Liviya da məhz belə ölkələrdən biridir. Uzun illər tək bir lider tərəfindən idarə olundu və sonra hər şey dəyişdi. Lider devrildi. Lakin bundan sonra ölkəyə bir daha sabitlik və əmin-amanlıq qayıtmadı. Həmin lider isə bütün dünyada tanınan Müəmmar Qəddafi idi. Liviyalılar Qəddafini devirdikdən sonra hər şeyin daha yaxşı olacağına inanırdılar. Amma bugün ölkədə tamamilə xaos hökm sürür. Bugün Liviyada insanların necə yaşadığına mütləq nəzər salacağıq. Ancaq əvvəlcə ölkənin coğrafi və demoqrafik xüsusiyyətlərinə, eləcə də Liviya deyiləndə ilk ağla gələn şəxs olan Müəmmar Qəddafiyə qısa nəzər yetirmək lazımdır. Əvvəlcə onu qeyd edək ki, Liviya təkcə Afrikanın deyil, bütün dünyanın ən böyük əraziyə malik ölkələrindən biridir. Üstəlik bu torpaqlar sözün həqiqi mənasında sərvət mənbəyidir. Belə ki, Liviya bütün Afrika qitəsinin ən böyük neft ehtiyatlarına sahib ölkəsidir. Başqa sözlə desək, bu ölkənin torpağının altında sərvət axır. Bir yerdə neft varsa və həmin ölkə Afrika qitəsində yerləşirsə, Qərb dövlətlərinin ora bu və ya digər formada müdaxilə etdiyini yəqin ki, siz də fərq etmisiniz. Bugün Yaxın Şərq və Afrikada neftlə zəngin olan ölkələrin demək olar ki, heç birində tam sabitlik və sülh yoxdur. Sudan bunun ən bariz nümunələrindən biridir. Yalnız Səudiyyə Ərəbistanı və Qətər kimi az sayda ölkələrdə sabitlik qorunur və onlar neft sərvətlərindən öz maraqları naminə istifadə edə bilirlər. Liviyanın nəhəng ərazisində aparılan son siyahıya almaya əsasən təxminən 6 milyon 400 min nəfər yaşayır, yəni ölkənin ərazisi ilə müqayisədə əhalisi kifayət qədər azdır. Təbii ki, bunu yalnız müharibə ilə əlaqələndirmək düzgün olmaz, çünki Liviyanın əhalisi tarix boyu heç vaxt 15-20 milyona çatmayıb. Qəddafi devrilməzdən əvvəl də ölkənin əhalisi təxminən 6 milyon nəfər idi. Lakin uzun illər davam edən xaos səbəbindən ölkənin imkanlı təbəqəsi və yüksək ixtisaslı insanları tədricən Liviyanı tərk etdilər. Ölkənin qərbində Əlcəzair və Tunis, cənubunda Niger və Çad, şərqində isə Misir və Sudan yerləşir. Paytaxtı və ən böyük şəhəri Tripolidir. Hətta ölkə əhalisinin təxminən yarısı məhz bu şəhərdə yaşayır. Əslində Liviyalılar tam mənada Afrika xalqlarına bənzəmirlər. Onlar Afrika qitəsində yaşasalar da əsasən Bərbər xalqının nəslindəndirlər. Bərbərlər qədim Sami mənşəli xalqlarla sıx bağlı etnik qruplardan hesab olunur. Bu xalqın genetik və mədəni köklərində ərəblərin, Assuriyalıların və Mesopotamiya sivilizasiyalarının təsiri daha çox hiss olunur. Liviya tarix boyu müxtəlif imperiyaların işğalına məruz qalıb. Nəhayət, Trablus müharibəsindən sonra İtaliyanın hakimiyyəti altına keçib. İkinci Dünya müharibəsindən sonra bölgədə İtalyanların sayı azaldıqca Liviya yenidən müstəqilliyini qazanıb. 1969-cu ildə Kral 1-ci İdris rəsmi olaraq taxtdan indirildi və bu çevriliş demək olar ki, qansız şəkildə baş verdi. Məhz həmin vaxt Müəmmar Qəddafi adı siyasi səhnəyə çıxdı və 2011-ci ilə qədər Liviyanı tam müstəqil şəkildə idarə etdi. Bu illər ərzində o qərb dövlətlərinin təzyiqləri qarşısında geri çəkilmədi və daim sərt mövqe nümayiş etdirdi. Qəddafinin həyata keçirdiyi siyasət və atdığı addımlar dəfələrlə qərb ölkələri tərəfindən kəskin tənqid olundu. Hətta Liviyanı xaricdən idarə etməyə yönəlmiş müxtəlif cəhdlər də göstərildi. Qəddafi isə bu müddətdə müsəlman ölkələrinə tez-tez maliyyə dəstəyi verirdi. Məsələn, Kipr hərəkatı zamanı Türkiyənin ən böyük dəstəkçilərindən biri olmuşdu. Həmin dövrdə Türkiyə başda ABŞ olmaqla bir çox ölkənin tətbiq etdiyi embargolarla üz-üzə idi. Buna baxmayaraq Qəddafi bu məhdudiyyətlərə məhəl qoymadan Türkiyəyə gəmilərlə raket və neft yardımı göndərmişdi. Onun hakimiyyəti dövründə Liviyada əhali evlərdə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş etmirdi. Su və təbii qaz insanların əsas ehtiyacı hesab edildiyi üçün pulsuz təqdim olunurdu. Bundan başqa banklar faizsiz fəaliyyət göstərir. Vətəndaşlar isə bir çox vergi növlərindən azad edilirdilər. Ölkənin zəngin neft gəlirləri hesabına dövlət əhalinin sosial yükünü minimum səviyyədə saxlaya bilirdi. Qəddafi bu modeli təkcə Liviyada deyil, bütün Afrika qitəsində tətbiq etmək istəyirdi.
Onun məqsədi Afrikanı qərbdən asılı vəziyyətə salmaq deyil, əksinə qitə ölkələrini vahid çətir altında birləşdirərək iqtisadi və siyasi baxımdan güclü bir ittifaq yaratmaq idi. Lakin bu layihə həyata keçmədi. 2011-ci ildə Liviyada başlayan etirazlar və silahlı qarşıdurmalar nəticəsində Muammar Qəddafinin hakimiyyəti sona çatdı. Bundan sonra ölkə uzun müddətli siyasi parçalanma, silahlı qruplar arasında mübarizə və qeyri-sabitlik dövrünə daxil oldu. Bu prosesdə xarici dövlətlərin, o cümlədən NATO-nun hərbi müdaxiləsi və müxtəlif xarici aktorların rolu beynəlxalq müstəvidə geniş müzakirə mövzusu olaraq qalır. Bu hadisələr bir daha belə bir sualı gündəmə gətirir. Niyə oxşar böhranlar daha çox Afrika və yaxın şərq ölkələrində yaşanır? Bu, tarixçilər, politoloqlar və beynəlxalq münasibətlər üzrə mütəxəssislər tərəfindən müxtəlif aspektlərdən araşdırılan mürəkkəb bir məsələdir. Müasir dövrdə bir çox qərb ölkələri yüksək həyat səviyyəsi, alıcılıq qabiliyyəti və hüququn aliliyi ilə seçilir. Bununla yanaşı tarix boyu həyata keçirilən müstəmləkəçilik və geosiyasi siyasətlər də bu regionların inkişafına ciddi təsir göstərib. Aradan uzun illər keçməsinə baxmayaraq, Liviyada hələ də tam sabit dövlət sistemi formalaşmayıb. Əhalisinin təxminən 97% müsəlman olan ölkənin insanları təhlükəsiz və firavan həyata qayıtmağa çalışırlar. Hazırda Liviyaya əsasən iş vizası və ya rəsmi qurumun dəvəti əsasında səfər etmək mümkündür. Buna görə də ölkə haqqında məlumatların böyük hissəsi beynəlxalq xəbər agentlikləri və xarici jurnalistlərin reportajları vasitəsilə yayılır. İndi isə gəlin birlikdə baxaq ki, Qəddafinin devrilməsindən sonra Liviyada insanların gündəlik həyatı necə dəyişib? Tripoli hava limanına eniş etdiyiniz zaman ilk diqqət çəkən məqamlardan biri onun köhnə infrastrukturu olur. Uzun illər davam edən münaqişələr nəticəsində əsas hava limanı ciddi zərər gördüyündən müəyyən dövrlərdə daha məhdud imkanlara malik alternativ hava limanlarından istifadə olunub. Bu da ölkənin uzun müddət davam edən qeyri-sabitliyinin görünən nümunələrindən biridir. Şəhər daxilində avtomobillə hərəkət edərkən bəzi binaların artıq bərpa olunduğunu və insanların yenidən gündəlik həyatlarına qayıtdıqlarını görmək mümkündür. Aralıq dənizi sahilində yerləşməsi, zəngin neft ehtiyatlarına malik olması və əlverişli coğrafi mövqeyi Liviyanı böyük potensiala sahib ölkələrdən birinə çevirir. Sevindirici məqam odur ki, insanlar tədricən yeni həyat nizamına uyğunlaşmağa başlayıblar. Şəhər mərkəzlərində vəziyyət ümumilikdə sakitdir və əvvəlki illərdəki kimi açıq xaos hiss olunmur. Bununla belə şəhər kəskin ziddiyyətlərlə doludur. Bir tərəfdə dağıdılmış, güllə izləri qalmış və toz torpaq içində olan binalar görürsüz, digər tərəfdə isə müasir tikililər və göz oxşayan mənzərələr diqqəti cəlb edir. Məscidlərdən yüksələn azan səsləri isə bütün çətinliklərə baxmayaraq Liviyada həyatın davam etdiyini göstərən ən təsirli mənzərələrdən biridir. Şəhər meydanlarında və küçələrdə qadınları da tez-tez görmək mümkündür. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Liviyada bir çox qadın İslam ənənəsinə uyğun geyinir və örtükdən istifadə edir. Geyimlərdə isə əsasən qara rəng üstünlük təşkil edir. Günün demək olar ki, bütün saatlarında şəhər nəqliyyatı kifayət qədər hərəkətlidir. Bir çox ailənin şəxsi avtomobili var. Yollarda daha çox 10-15 il əvvəl istehsal olunmuş avtomobillərə rast gəlinir. Binaların əksəriyyəti isə 30-40 il əvvəl inşa edilib. Kişilər arasında ənənəvi ərəb və bərbər geyimləri geniş yayılıb. Onlar əsasən ağ və ya açıq rəngli uzun libaslardan istifadə edirlər. Liviyanın küçələrini fərqləndirən ən maraqlı detallardan biri də ölkə bayraqlarıdır. Xüsusilə paytaxt Tripolidə demək olar ki, hər küçədə Liviya bayrağı dalğalanır və bu insanların milli birlik hissini gücləndirən simvollardan biri kimi görünür. Axşam saatlarında da şəhər həyatı davam edir. Küçələrdə insanlar rahat şəkildə gəzir, ailələr və dostlar birlikdə vaxt keçirirlər. Bu da insanların özlərini əvvəlki illərlə müqayisədə daha təhlükəsiz hiss etdiklərini göstərən əlamətlərdən biri sayıla bilər. Bəzən insanlar meydanlarda toplaşaraq idman yarışlarını və ya digər maraqlı tədbirləri birlikdə izləyirlər. Belə anlarda həm ünsiyyət qurur, həm də dünyada baş verən hadisələri müzakirə edirlər. Əgər Liviyaya səyahət etməyi planlaşdırırsınızsa, nəzərə almaq lazımdır ki, ölkə daxili hava nəqliyyatı hələ də geniş inkişaf etməyib. Buna görə də şəhərlər arasında əsas nəqliyyat vasitəsi avtomobildir. Lakin ölkənin ərazisi çox böyük olduğundan bir şəhərdən digərinə getmək bəzən 7-8 saat və ya daha çox vaxt aparır. Yol boyunca bütün yol nişanları və lövhələr əsasən ərəb dilində yazılıb. Buna görə də ya ərəb dilini bilmək, ya da yerli bələdçinin köməyindən istifadə etmək faydalıdır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə lövhələr ərəb dili ilə yanaşı ingilis dilində də təqdim olunsa da, Liviyada bu hər yerdə müşahidə edilmir. Bəzi binaların divarlarında hələ də müharibənin izləri olan iri güllə deşikləri görmək mümkündür. Kənd və səhra bölgələrinə doğru irəlilədikcə isə istifadəsiz qalmış, paslanmış avtomobillər gözə dəyir. Liviya çox geniş əraziyə malikdir və ölkənin böyük
hissəsini Sahara səhrası əhatə edir. Səhraya çatdıqda üfüqə qədər uzanan boş ərazilər, uzun yollar və kilometrlərlə davam edən yaşayış məntəqəsiz mənzərələr insanı heyrətləndirir. Tripolidən uzaqlaşdıqca elə ərazilərlə qarşılaşırsınız ki, kilometrlərlə yol getsəz belə heç bir yaşayış məntəqəsinə rast gəlmirsiniz. Ölkənin geniş ərazisi nəzərə alınarsa, burada indiki əhalidən qat-qat çox insanın yaşaması üçün kifayət qədər yer olduğu təəssüratı yaranır. Liviyada diqqət çəkən məqamlardan biri də yanacağın qiymətidir. Neft hasil edən ölkə olduğuna görə benzin dünyanın bir çox ölkəsi ilə müqayisədə olduqca ucuzdur və bu da avtomobildən istifadəni əhali üçün daha əlçatan eləyir. Hətta bəzi ekspertlərin fikrincə, Liviyanın zəngin neft ehtiyatlarının beynəlxalq bazarlara daha şəffaf şəkildə çıxarılması üçün rəsmi mexanizmlərin yaradılması ölkə iqtisadiyyatına mühüm töhfə verə bilər. Müxtəlif beynəlxalq hesabatlarda qeyd olunur ki, ölkədəki qeyri-sabitlik səbəbindən neft qaçaqmalçılığı və qanunsuz ticarət halları da müşahidə olunur. Liviyada insanlar uzun illərdir çox sayda xarici turist görmədikləri üçün əcnəbilər diqqət çəkirlər. Xüsusilə əlinizdə kamera və ya peşəkar çəkiliş avadanlığı varsa, maraq doğurmağınız qaçılmazdır. Bəzi hallarda təhlükəsizlik məqsədi ilə yerli rəsmilər və ya müşahidəçilər sizə nəzarət edə bilərlər. Həm paytaxt Tripolidə, həm də digər şəhərlərdə yerləşən iri otellərin bir çoxunda doluluq səviyyəsi aşağıdır. Bu otellər böyük və müasir görünsə də turist axınının zəif olması səbəbindən əvvəlki dövrlərlə müqayisədə daha sakit fəaliyyət göstərirlər. Əgər ölkədə uzun müddətli sabitlik tam bərqərar olsa, Liviyanın turizm sahəsindən böyük potensiala malik olduğunu demək mümkündür. Səhrada təşkil edilən turlar, Aralıq dənizi sahillərində yerləşən çimərliklər və qədim sivilizasiyalardan qalan tarixi abidələr bu ölkəni maraqlı turizm istiqamətlərinə çevirə bilər. Liviyanın mətbəxində ət yeməkləri xüsusi yer tutur. Qonaqpərvərlik ənənəsi güclü olduğundan bir çox yerdə qonaqlara müxtəlif ət yeməkləri təqdim edilir. Xurma və banan isə ölkədə ən çox istehlak olunan məhsullar sırasındadır. Açıq olan suvenir mağazalarında və kiçik dükanlarda Liviyada istehsal olunan müxtəlif məhsullar satılır. Burada gündəlik həyatda rast gəlinən və başqa ölkələrdə az tanınan ərzaq və digər məhsullarla qarşılaşmaq mümkündür. Bununla yanaşı şəhərin əsas küçələrindən kənara çıxdıqda bəzi məhəllələrin hələ də ciddi yenidən qurmaya ehtiyacı olduğunu görürük. Xüsusilə paytaxtın bəzi kənar ərazilərində köhnə, zədələnmiş binalar və infrastrukturun müharibənin izlərini daşıdığı hiss olunur. Bu məhəllələrin memarlığı müəyyən mənada Suriya və İraqdakı münaqişədən zərər görmüş şəhərləri xatırladır. Tripolidə beynəlxalq məşhur mağaza şəbəkələrinə çox rast gəlinmir. Yerli bazarlar və kiçik ailə biznesləri gündəlik ticarətdə əsas rol oynayır. Küçələrdə fəaliyyət göstərən dükanlarda geyim, ərzaq, məişət məhsulları satılır, lakin peşəkar çəkiliş aparmaq istəyənlər üçün müəyyən məhdudiyyətlər də mövcuddur. Xüsusilə dövlət obyektləri, təhlükəsizlik infrastrukturu və bəzi ictimai yerlərdə icazəsiz çəkiliş aparılması problem yarada bilər. Buna görə də Liviyaya səfər edən jurnalistlər və məzmun istehsalçıları əvvəlcədən müvafiq icazələri almağa çalışırlar. Əgər xarici vətəndaş olduğunuz aydın görünürsə və peşəkar kamera avadanlığı ilə çəkiliş aparırsınızsa, təhlükəsizlik əməkdaşları sənədlərinizi yoxlaya, səfərinizin məqsədi barədə suallar verə və çəkdiyiniz materiallara baxa bilərlər. Bu cür yoxlamalar təhlükəsizlik prosedurunun bir hissəsi hesab olunur. Əgər səfərinizin məqsədinin turizm və ya qanuni jurnalist fəaliyyəti olduğu təsdiqlənərsə, heç bir problem aşkar edilməzsə, adətən yoxlama başa çatdıqdan sonra fəaliyyətini davam etdirməyə icazə verirlər. Yerli sakinlərin fikirləri isə müxtəlifdir. Bəziləri Qəddafi dövründə iqtisadi vəziyyətin daha yaxşı olduğunu düşünür. Digərləri isə indiki dövrdə şəxsi azadlıqların daha geniş olduğunu bildirirlər. Bu baxışlar insanlara və yaşadıkları bölgəyə görə dəyişə bilir. Bugün Liviyanın əsas problemlərindən biri neft gəlirlərinin idarə olunması və ölkədə davamlı siyasi sabitliyin təmin edilməsidir. Bir çox analitik hesab edir ki, əgər ölkə öz təbii sərvətlərini sabit və səmərəli şəkildə idarə edə bilsə, gələcəkdə regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmək potensialına malikdir. Bir məsələ isə demək olar ki, bütün səyyahların diqqətini çəkir. Liviyalılar olduqca istiqanlı, qonaqpərvər və mehriban insanlardır. Uzun illər davam edən müharibə və qeyri-sabitliyə baxmayaraq, ölkənin yenidən ayağa qalxmaq üçün göstərdiyi səylər ümidverici görünür.